Uşağı qardaşının və ya bacısının doğulmasına necə hazırlamaq olar? İlk söhbət üçün ən uyğun vaxtı seçin. Yaxşı olar ki, uşaq tox və dincəlmiş olsun. Ona danışın ki, siz qərar vermisiniz və ailənizdə bir körpə olacaq. Detallarla yükləmədən izah edin ki, nələr baş verəcək, qarnınız necə böyüyəcək və onunla birlikdə içindəki körpə də böyüyəcək. Və körpə qarında bütün boş yeri tutanda artıq onun dünyaya gəlmək vaxtı çatacaq. Uşağın öz həyatından olan şəkillərdən istifadə edin ki, körpənin ilk həftə və aylarında necə göründüyünü göstərəsiniz. Sən də vaxtilə çox balaca idin. Bax, burada sən təzə doğulmusan. Bu şəkildə isə artıq 2 aylıqsan və gülümsəməyi öyrənmisən. Onunla həyatının ilk ayları ilə bağlı xoş xatirələrinizi bölüşün. Uşaqdan məsuliyyətli qərarlar verməsini istəməyin. Körpənin adı nə olacaq, beşiyi harada duracaq və s. Bu suallar yalnız sizin məsuliyyət sahənizdir. Uşağa qardaşının və ya bacısının gəlməsinə belə hazırlaşmağı təklif etmək olar. Bax gör, hansı oyuncaqlarını bölüşmək istəyərsən, hansını isə özündə saxlamaq istəyirsən. Hansı əşyalarını ona vermək istərdin? Uşaqların doğulmasına adətən hədiyyələr verilir. Sən bir şəkil çəkə bilərsən, biz də onu birlikdə körpənin beşiyinin üstünə asa bilərik. Uşaq baş verənlərə aid olduğunu hiss etsin deyə onu Usmən ultrasəs müayinəsindən aparın. Qoy o, sizinlə birlikdə mağazada körpə üçün bir oyuncaq seçsin. Uşaqla birlikdə müzakirə etmək olar ki, onun fikrincə ailəniz haqqında körpəyə nələri danışmaq lazımdır. Hələ doğulmamış körpəyə də gecəniz xeyir demək ənənəsini başlamaq olar. Bu sadə addımlar uşaqlar arasında həqiqi yaxınlıq üçün zəmin yaradacaq. Uşağı kiçiklərə qulluq etməyə yalnız özü istəsə cəlb etmək olar. Ona uyğun olan həcmdə və yaşına uyğun imkanlar daxilində. Uşağın balacalara zərər verməməsi üçün ona hisslərini ifadə etməyə kömək edin. Onun qanuni şəkildə əsəbləşmək, qısqanmaq, incimək imkanı olmalıdır. Ona belə deyin, sənin əsəbləşməyini başa düşürəm. Balaca elə qışqırır ki, mən özüm də bu səsküydən yorulmuşam. Otağın qapısını bağla ki, biraz sakit olsun, mən də çalışaram onu sakitləşdirim.